Momo 4. bölüm. Susqun qoca ilə söhbətçil gənc. Bir insanın çoxlu dostu ola bilər, lakin onların içindən bir neçəsini özünə daha yaxın bilib, daha çox sevər. Momo üçün də belə idi. Ən çox sevdiyi 2 dostu vardı. Hər gün ona baş çəkib, olub keçənlər barədə danışardılar. Biri yaşlı, biri gəncdi. Momo hansını daha çox sevdiyini bilmirdi. Yaşlı dostunun adı Beppo idi. Beppo zibil toplayardı. Əslində soyadı da vardı, amma hər kəs kimi o da özünə zibil toplayan Beppo deyərdi. Teatr qalıqlarının yaxınlığında daş və karton parçalarından düzəltdiyi bir yerdə yaşayardı. Boyu Momodan biraz uzun idi, biraz da qozbel idi. Ortasında bir çəngə ağ saçı olan başını həmişə yana bükər, burnunun üstündə eynək gəzdirərdi. Bəzi adamlar Beppo'nun ağlının yerində olmadığını deyərdilər. Çünki ona verilən suallara cavab verməyib, gülümsəməklə kifayətlənirdi. Əvvəlcə düşünər, cavab verməyə ehtiyac duymadığı üçün susardı. Cavab verməyə ehtiyac duyduğuna inansa belə uzun-uzun düşünərdi. Bəzən bir suala verməsi 2 saatını, bəzənsə bir gününü alardı. Şübhəsiz, bu arada sual sahibi hadisəni unudub, Beppo'nun dedikləri qarşısında çaşqınlıqla baxardı. Təkcə Momo uzun müddət səbirlə gözləyə bildiyindən, onun dediklərini daha yaxşı başa düşərdi. Beppo'nun suallara səhv cavab verməməsi üçün o qədər çox gözlədiyini də anlardı. Çünki dostu dünyadakı bütün düşünülmüş və düşünülməmiş fikirlərin yanlış sözlərdən qaynaqlandığını zənn edirdi. Beppo günəş doğmadan qalxar, köhnə cırıldayan velosipedinə minər və şəhərin böyük bir tikilisinə doğru uzun yola çıxardı. Orada digər dostları ilə birgə dayanar, əlinə süpürgə verilər, süpürəcəyi küçənin adı deyilənə qədər gözlərdi. Beppo bütün şəhərin yuxuda olduğu həmən səhər saatlarını çox sevərdi. Tapşırıqlarını qüsursuz və sevərək yerinə yetirərdi. Gördüyü işin çox vacib bir iş olduğunu bilirdi. Küçəni süpürərkən yavaş, lakin ardıcıl bir qaydada işləyərdi. Hər addımda bir nəfəs alar, hər nəfəsdə bir süpürgə çəkərdi. Bir addım, bir nəfəs, bir süpürgə. Belə davam edərdi. Arada bir dayanar, yerə baxaraq nəsə düşünərdi. Sonra yenidən addım, nəfəs, süpürgə. Beləcə, qarşısında çirkli, arxasında tərtəmiz küçə ilə irəliləyərkən ağlına min cür fikir gələrdi. Lakin bunlar yuxulardakı rənglər kimi şəkilsiz, sözsüz fikirlərdi. İşi bitəndən sonra Momo ilə oturar, düşüncələrini onunla bölüşərdi. Momo özünə məxsus dinləmə halı ilə ona diqqət kəsilərkən, Beppo'nun sanki dili açılar, fikirlərini yerinə oturdardı. "Bax Momo," deyərdi. "Bilirsən nə baş verir? Bəzən qarşıma upuzun bir küçə çıxır. Elə bilirəm ki, axırı yoxdur." Beppo bunu deyib, irəliyə baxaraq susar, sonra yenidən davam edərdi. O zaman tələsməyə başlayırsan. Getdikcə daha sürətli, hər dəfə qabağına baxanda yol qısalmır, daha sürətli, daha əzmli, daha qorxu ilə çalışırsan. Sonra nəfəsin kəsilir, gücdən düşürsən, küçə isə qarşında uzandıqca uzanır. İnsan belə etməlidir. Susub, biraz düşündükdən sonra söhbətinə davam edərdi. Küçəni bütünlükdə görüb düşünməməlidir. Həmişə sonrakı addımı, sonrakı nəfəsi, sonrakı süpürgəni, həmişə bir addım sonra nə olacağını. Yalnız o zaman zövq ala bilərsən. Əsas olan gördüyün işi yaxşı-yaxşı yerinə yetirməkdir. Yol da belədir. Beppo'nun bu qədər sözü bir nəfəsdə danışması qəribə idi. Çünki uzun müddət susandan sonra yenidən danışmağa başladı. Bir də baxırsan, addım-addım bütün yolu bitirmisən. Bunu necə olduğunu anlamadan və yorulmadan.
başını irəli əyər və sözünü bitirərdi. Vacib olan da budur. Ya da bir başqa gün tamamilə susar, heç nə danışmadan Momonun yanında oturardı. Momo onun nəsə düşündüyünü və bunun çox şəxsi olduğunu dərhal anlardı. Beppo isə dayanıb, birdən Momonun gözlərinin içinə baxaraq danışmağa başlardı. Özümüzü gördüm. Bəzən belə olur, günorta vaxtı istidə, hamı yuxuda olanda dünya işıqlanır. Sanki bir su kimi. Başa düşürsən, Momo, dibini görə bilərsən. Sonra biraz susub, incə səslə izah elədi. Orada, dibdə başqa dövrlər var. Yenə xəyallara dalar, sözə necə başlayacağını bilməz, axırda birdən-birə həmişəki səs tonuyla danışardı. Bir gün qədim şəhərdə bir qalanı təmizləyirdim. Divarda 5 fərqli rəngli daş gördüm. Bax belə, bilirsən, əlləri ilə yerdəki tozun içində T hərfi çəkib, başını əyərək pıçıldadı. Daşları tanıdım. Uzun bir fasilədən sonra aramla danışardı. Onlar başqa dövrə aiddir. Vaxtilə divarın hörüldüyü dövrlərə. Orada bir çox adam işləyib, amma onlardan ikisi o daşları oraya hörüb. Bu bir işarət idi. Başa düşürsən, Momo, mən bunu bilirdim, tanıdım. Əlini gözlərinin üstünə çəkər, söyləyəcəyini götür-qoy edər, çətinliklə danışardı. O iki adam o zamanlar başqa cür görünürdülər. Bambaşqa, amma mən bizi tanıdım, səni və məni, özümüzü tanıdım. Beppo'nun bu danışıqlarını eşidib, arxasından gülümsəyən və əllərini havada yelləyərək alnına vuran insanlara hirslənməməliyik. Lakin Momo onu sevir və dediklərini könül evinə qoyub saxlayırdı. Momo'nun bir digər yaxın dostu isə Beppo'nun hər baxımdan tam tərsi idi. Üstəlik çox gənc idi. O gözəl baxışlı, söhbətçil və yaraşıqlı adamdı. Ən əsası, inanılmaz bir danışıq qabiliyyəti vardı. Fərqli zarafatlar, təqlidlər edər və daima gülərdi. Gözəl təbəssümü insanı istər-istəməz ona qoşulub gülməyə sövq edərdi. Adı Girolamo idi, amma qısaca Cici deyə çağırırdılar. Madam ki Beppo'nu peşəsi ilə birgə xatırlayırıq, Cici üçün də eynisini edək. Dəqiq bir peşəsi olmasa da, gəlin ona gəzinti bələdçisi Cici deyək. Amma dediyim kimi, bələdçilik onun peşəsi deyil, fürsət düşdükcə gördüyü çoxsaylı işlərdən biri idi. Bu iş dalıca gedərkən mütləq kepkasını taxar. Necəsə olub oralarda yolu düşmüş turistlər bunu görməsinlər, dərhal kepkasını taxar, ciddi bir üz ifadəsi ilə yanlarına yaxınlaşıb, onları gəzdirib, izahatlar verməyi təklif edərdi. Turistlər bunu qəbul edincə, artıq dili açılar, dayanmadan danışardı. Öz uydurduğu hadisələri, adları, tarixləri sadalayar, yazıq dinləyicilərin beynini qarışdırardı. Bəziləri bunu anlayıb, əsəbləşib gedər, bəziləri də xəzinə tapmış kimi sevinib, sonda da Cici'nin uzatdığı kepkanın içini xırda pulla doldurardı. Buralarda yaşayanlar Cici'nin fikirlərinə gürər, ara sıra da sərt üz göstərib, bu cür uydurma hekayələrlə adamlardan pul qoparmasının düzgün olmadığını deyirdilər. Cici buna cavab olaraq belə deyərdi. Amma bütün şairlər belə etmirmi? Mən onların pulunu heç bir şey vermədən almıram axı. Nə istəyirlərsə onu alırlar. İstər bir tarix kitabından olsun, istərsə də başqa yerdən. Nə fərqi var? Tarix kitablarında yazılanların hamısı doğru olduğunu kim deyər? Bəlkə də uydurmadır, hardan bilirik? Bəzən isə belə deyərdi. Doğru olub olmaması nə deməkdir? Burada 1000 ya da 2000 əvvəl nələr olub olduğunu kim deyə bilər? Məyər siz bilirsiniz? Adamlar yox deyərək ona haqq qazandırırdılar. Elə isə mənim danışdıqlarımın doğru olub olmadığını necə iddia edə bilərsiniz? Bəlkə də elə hər şey eynən mən dediyim kimi olub.
Bunu inkar etmək çətindir. Cici ilə mübahisədən heç kim qalib çıxmazdı. Amma işin tərsliyindən bu köhnə teatrı görməyə gələn turistlər gün-gün keçdikcə azalır və Cici tez-tez başqa işlər görmək məcburiyyətində qalırdı. Fürsət tapdıqca park gözətçiliyi, nigah şahidliyi, it gəzdirən, sevgi məktubu daşıyan, cənazə aparan, xatirə əşyaları satan, pişik yeməyi paylayan və daha neçə belə işlərlə məşğul olurdu. Cici günlərin birində varlı və məşhur olmaq arzusunda idi. Bir bağın ortasında nağıllardakı qədər gözəl bir evdə yaşayacaqdı. Qızıl məcmələrdə yemək yeyəcək, quş tükündən olan yastıqda yatacaqdı. İndidən özünü gələcəkdəki şöhrətinin günəşi kimi görür, uzaqdan vuran işıqların bu kasıb halına belə onu isitdiyini hiss edirdi. Başqalarının onun arzularına güldüyünü görəndə, "Edəcəm, bacaracağam, hamınız bu sözlərimi xatırlayacaqsınız," deyə qışqırırdı. Əslində buna nə yolla nail olacağını heç özü də bilmirdi, çünki çox işləməyə adət etməmişdi. Momo ilə danışanda bunun elə də vacib olmadığını deyirdi. Kim istəsə varlı ola bilər. Biraz varlı olmaq üçün həyatını və ruhunu satanlara bax, gör nə hala gəliblər. Mən onlar kimi olmaq istəmirəm. Qoy cibimdə bəzən bir qəhvə içəcək qədər belə pulum olmasın. Amma Cici həmən Cicidir. Heç dəyişməyəcək. Əslində Beppo ilə Cici kimi dünya baxışları və düşüncələri bambaşqa olan tamam fərqli iki insanın dostluq quracağına kimsə inanmaz. Amma belə idi. Ən qəribəsi isə Cici'nin qəribəliklərini xoş qarşılayan yeganə insan Beppo idi. Daha bir təəccüb doğurucu məqam isə yaşlı Beppo'nun sözlərini lağa qoymayan yeganə insan həmən o boşboğaz Cici idi. Bu bəlkə də kiçik Momo'nun hər ikisini dinləmə tərzindən qaynaqlanırdı. Üçü də yaxında dostluqlarının üstünə bir kölgə düşəcəyindən xəbərsizdi. Bu kölgə təkcə onların dostluğuna deyil, bütün ətrafdakıların üzərinə düşəcəkdi. Böyüyərək bütün kəndin üzərinə yayılacaq, qapqara və buz kimi. Bu, heç kimin fərqində olmadığı üçün qarşısı alına bilməyən, gündən-günə böyüyən bir işğala bənzəyirdi. Bəs işğalçılar, onlar kim idi? Başqalarının görə bilmədiyi bəzi şeyləri görə bilən qoca Beppo belə son zamanlarda kəndin içinə çoxalmağa başlayan və durmadan bir neçə hiylə quran, duman rəngli adamların fərqinə vara bilməmişdi. Düzdür, bunlar bütünlükdə görünməz insanlar deyildi. Həm görünür, həm görünməzdilər. Sadəcə gözə çarpmamağı yaxşı bacarırdılar. Görənlər belə onların varlığını hiss etmədən keçib gedər, beləcə onlar da gizlənməyə gərək duymadan əməllərini rahat-rahat davam etdirirdilər. Şübhəsiz, heç kimə görünmədikləri üçün haradan gəldikləri, kim olduqları, saylarının durmadan niyə artdığını da soruşan olmurdu. Bu tüstü rəngli adamlar, tüstü rəngli bahalı avtomobillərdə gəzib, hər yerə girib çıxır, hər restoranda oturur, əllərindəki kiçik dəftərçəyə tez-tez nəsə yazırdılar. Hörümçək rəngində paltarlar geyinər, bu adamların üzəri belə solğun kül rəngdə olurdu. Başlarına daima yuvarlaq papaq qoyar, əllərində kül rəngli siqaralar olardı. Hamısı da boz rəngdə çantalar gəzdirərdi. Qəribəsi bu idi ki, tur bələdçisi Cici belə heç nə hiss etməmişdi. Halbuki bu adamlar amfiteatrın ətrafında bir neçə dəfə fırlanıb, dəftərlərinə bəzi qeydlər etmişdilər. Bir gün axşam üstü teatrın ən üst pillələrində qaranlıq kölgələr peyda olunanda Momo onların fərqinə vardı. Bir-biri ilə himcimləşdikdən sonra baş-başa verib nədənsə danışırdılar. Bir şey hiss olunmasa da Momo birdən-birə sanki donub qaldı. Jaketinə yaxşıca bürünsə də faydası olmadı. Bu alışdığı soyuqlardan deyildi. Tüstü adamlar bir qədər sonra çəkilib getdilər. Bir daha da görünmədilər. O axşam Momo əvvəllər eşitdiyi o şirin musiqini eşitmədi.
Lakin sabahsı gün həyat yenə qaldığı yerdən davam etdi. Momo artıq bu qəribə ziyarətçilər barədə düşünmədi. Onları tamam unutdu.